Hər kəs salam, mən Murad İslamzadə. Bugünkü videomuzda şəbəkə təhlükəsinin giriş, Layer 2 təhlükəsi mövzusunu ətraflı şəkildə öyrənəcəyik. Bunun üçün 3 əsas tapşırığımız var. İlk olaraq port təhlükəsi, ikinci tapşırığımız MAC ünvanı filtrlənməsi, üçüncü tapşırığımız isə Layer 2 hücumların praktiki tətbiqi olacaqdır. Biz bu tapşırığı yerinə yetirmək üçün ilk olaraq 3 normal istifadəçi cihazı PC1, PC2, PC3 cihazlarından bir hücum monitoring cihazı olan laptopdan istifadə edəcəyik. Bir ədəd kommunikatoru əlavə tətbiq etmək üçün switchdən və bütün cihazlar eyni şəbəkə daxilində olacaq. Bu quruluş bizə Layer 2 təhlükəsinin tapşırıqlarının həyata keçirilməsi imkanını verəcək. İlk olaraq biz bu saydığımız istifadə edəcəyimiz, tapşırıqlarda edəcəyimiz cihazları yerləşdirək və bir-birlərinin interfeyslərini birləşdirək. İlk olaraq adını çəkdiyim PC1, PC2 və PC3-ləri burada qeyd edək. Bunların adlarını dəyişib buradan. Bir ədəd switch istifadə edək. Switch. Bunun adını switch 1 olaraq qeyd edək. Bir ədəd də laptop istifadə edək. Bunun da adını olaraq Kali qoyaq, tutalım. Hücum məqsədli olan. İndi biz bunları bir-birlərini əlaqələndirmək üçün istifadə edəcəyimiz kabellərdən qeyd edək. PC1 ilə switch 1-i əlaqələndirmək üçün ilk olaraq fasiləni 0.1 portundan 0.1 bunları (0.3) Bundan da 24 ilə laptopun olan fasiləni 0-dan istifadə etdik. Gördüyümüz kimi buralarda yaşıl, sarı əlaqəni göstərir. Yaşıl aktiv və bağlı olduğunu göstərir. Əlaqələrində kabellərin hissəsində deyim. Sarı bağlama problem olduğunu, qırmızı bağlı olmasaydı olacaqdı. Boz da deaktiv edildiyini göstərəcəkdir. Burada artıq zamanla özü əlaqənin aktiv və bağlı vəziyyətə gəldiyini görürük sırayla. İndi edəcəyimiz tapşırıqlara keçək. İlk olaraq demişdim ki, port təhlükəsini təmin etmək lazımdır. İlk olaraq əlaqələndikdən sonra bunların IP adreslərini də qeyd eləməkdə fayda var. İlk olaraq PC1 üçün IP ünvanı təyin edək. Fasiləni 0-dan 10.10 olsun. 10. Subnet maskı da belə olsa yetərlidir. Sonra PC2 üçün bir də ki PC3 üçün (12) olsun. Bir də switch üçün buralarda təyin edilib. Kali üçün də adını qeyd elədim. 10.10 0.100 olsun, tutalım. Subnet maskı da hazır. İndi etdiyimiz proses şəbəkə topologiyasını qurmuş olduq. İlk olaraq biz bu şəbəkə proses topologiyasını ilk olaraq əsas şəbəkəmizi qurduğumuzu gördük. 3 ədəd kompüter bir kommunikatora birləşdirdik və bu standart olaraq bir lokal şəbəkə quruluşu olduğunu prosesi göstərir. İndi isə port təhlükəsinin tətbiqi üçün switchdə serial interfeysinə kommutator konfiqurasiyasını yerinə yetirək. Switchdə enable hissəsinə daxil olaq buralardan çıxaq. Enable modu aktivdir. Configure terminal yazaraq keçək. Sonra bu switchə məsələn hostname-dən ad verək. CV1 olsun. Adı hazırdır. Biz bildiyimiz kimi kommutatorumuzun konfiqurasiya rejiminə daxil oluruq. Enable əmri ilə imtiyazlı rejimə, indi enable modu yazmada aktiv edir burada. Qısaca N də yaza bilərik. Konfigure terminal isə qlobal konfiqurasiya rejiminə keçirib.
İkinci addımımız kommutatora girişi təmin etdik. Adını hostname-lə switch 1 olduğunu qeyd edək, CV1. Port tərkəsinin aktiv edilməsi üçün ilk olaraq interfeysin bunun fasadəni 01 portuna keçək. Ona switch biz ilk olaraq fasadəni 01 portuna keçdik. İndi switch port security əmrindən istifadə edəcəyik. Aha. Bu bizə port tərkəsini aktiv etməsi üçün istifadə olunur. Biz indi burada switch port bir də yazaq. Switch port security maksimum 3. İndi bunun nə məna kəsb etdiyini izah etsəm, maksimum 3 burada bu porta maksimum 3 MAC ünvanının qoşulmasına icazə verməmiz üçün istifadə olunur. Burada bildiyimiz kimi switchlər PC1, PC2, PC3, 3 ayrı MAC ünvanlarına malik olan PC-lərdir. Bunun üçün bu porta maksimum 3 MAC ünvanının qoşulmasına icazəsini verdik. Bir də switch port security violation restrict. Bu əmrin mənası nədir? İndik olaraq burada qeyd edək əmrimizi. Security yazaq. Violation restrict. Bu əmr isə qayda pozulduqda trafiki məhdudlaşdırmaq üçün istifadə olunur. Məsələn, tutam ki, maksimum 3 limitini aşdıqda bu qayda pozulmuş saldığına görə trafiki məhdudlaşdırmaq üçün istifadə olunur. Bir də ki, switch port security MAC address sticky əmrindən istifadə edəcəyik. İlk olaraq bu əmri yenidən yazaq. Security processing security MAC address sticky. Bu prosesdə isə MAC address sticky əmri vasitəsilə portun öyrəndiyi MAC ünvanlarını yadda saxlamaq üçün istifadə edirik. Bu prosesi hamısında etdiyim əmrlərin hamısını bir-bir parametrlərlə izah etdik və port tərkəsinin aktiv edilməsi prosesini yerinə yetirdik. İndi bir də 4-cü addımıza keçək. Burada artıq port tərkəsinin yoxlanması əmrindən istifadə edəcəyik. Bunun üçün show etdiyimiz əmrlərin həqiqətən yaddaş gəlib işlədiyini təsdiqləmək üçün port security interface, məsələn biz fasadəni 0 üçün istifadə etmişdik. Yəni ki, PC1 üçün istifadə etdiyimizdən. Biz interfeysi keçid etmədən etməliyik. Bunu üzrümüzdən X əmrindən istifadə edək. Hələ çıxaq configure terminaldan. Əmrin nəticəsinə baxsa, port security disable olduğunu görürük. Violation margin restrict olduğunu qeyd eləmişik burada. Sonra MAC addressdən sticky olduğunu qeyd eləmişik. Maksimum sayısını 3. Sonra violation count zaten 0 idi. VLAN isə 0 IP adresinə malik, IPv4-dən aiddir. Burası heç bizə lazım deyil. Nəticə olaraq port security-nin bizdə enabled, port security enabled, port station secure up, violation restrict olduğunu qeyd elədik. Hər şey normal qaydasındadır. Bir də əlavə olaraq burada switch port mod access modunu aktiv eləmək lazımdır, mütləq və mütləq. Burada PC1 üçün istifadə etdiyimiz interfeysindən port tərkəsini təmin etdik, aktiv etdik. Nəticə olaraq dedik ki, port security enable modundadır və gördüyünüz kimi port tərkəsi aktivdir və hazırda bir MAC ünvanı öyrənilib. İndi bir də sonraki tapşırığımıza keçmək zamanı bizim etdiyimiz proses sadəcə PC1 üçün idi. İndi bütün portlara tərkəsi təmin etmək lazımdır. PC2, PC1, PC1-ə zaten etdik, bir də PC3. Üçün portlara eyni konfigurasiyanı etməliyik və hər porta yalnız bir MAC ünvanı icazə verir və qayda pozulduqda portu tam bağlamaq lazımdır. İndi yazacağımız əmrlə conf terminala girək. Interface range pass ethernet 0.1-dən 3-ə qədər hamısına daxil olan switch port mod access istifadə edəcəyik. Modu aktiv etmək üçün yeni switch port security moddan istifadə edək. Tərkəsini təmin etmək üçün hər bir üçün maksimum 1 qeyd edək. Sadəcə bir MAC ünvanı. Violation restrict'dən də istifadə edəcəyik.
adres sticky. Aha, həmin üçün etdik bunları. Aha. İlk olaraq demiş ki, Mac ünvanı filtrlənməsi prosesini yerinə yetirib bitirdik. Ondan sonra bir də statik Mac ünvanı əlavə edilməsi, PC1-in məsələn Mac ünvanı tapılması yolunu. Biz bunun üçün ilk olaraq məsələn PC1-ə daxil olaq. Əmr hissəsinə keçəcəyik. Command promptdan ipconfig al yazaq. Physical adres nəticəsinə baxmaq lazımdır. Mod hissəsini enter vuraraq keçək. Aha, physical adresdən gördük nəticəni. Physical adres, yəni burada PC1-in Mac ünvanını öyrəndik. 000A4173YY01. İndi bu ünvanı kommutatorda statik olaraq əlavə etmək lazımdır. Statik Mac ünvanı əlavə edilməsi üçün buradan çıxaq, switch 1-ci seriya moduna keçək. Keçiddən sonra statik Mac ünvanı əlavə edilməsi üçün terminal yazaraq config moduna keçək. Bunun üçün Mac adres table static 001A məsələn 2B 3C yazaq özümüzdən. 4D 5Y. Bunu özümüzdən sadəcə təyin edirik. Bulan 1 üçün təyin edək bunu. Sonra interface baz edəni 01 üçün. Nə hərf səhv elədim bir dəqiqə. Bir daha bəlini yazacağım bir dəqiqə. PC1-in physical adresinə baxacağım. Aha, buradan bir dəqiqə bunu burada yadda saxlayaq. Seriya moduna keçək. Bu əmri kopyalayaq, ataq bura. Biz istifadə etdiyimiz hardaydı PC1? Aha. A sonra 4173 YY01. O əmri mən parçalayaraq istifadə elədim. Müəyyən səhvlər oldu gördüyümüz kimi. Versiyadan Disco Packet versiyasından çox ki mən dəstəkləmədiyindən görə olduğunu düşünürəm. Bizim məqsədimiz nə idi? Bu əmir vasitəsilə, ümumiyyətlə səhv olan əmir vasitəsilə biz Mac ünvanı port 01-ə bağlayırıq və bu o deməkdir ki, bu Mac ünvanı yalnız bir həmin portdan gələ bilər. Aha, biz interface faz 01 interfeysindən keçdik, mod aksesindən aktiv elədik. Ondan sonra ayrı-ayrı port security təhlükəsini təmin elədik. Sonra MAC adres PC1-in physical adresdən götürüb bura yazdıq. Kiçik hərflərlə, böyük hərflərlə yazanda da böyük problem olurdu. Aha, maksimum bir Mac ünvanı daxil etdik. Aha. Etdiyimiz port security parametrlərini göstərdik. Bu port yalnız bir Mac ünvanı icazə verir və qayda pozultuda portu bağlayır. Port security statusunu görmək üçün etdiyim əmrlərin işləyib işləmədiyini sizlə bir yerdə görmək istəyirəm. Security adres X çıxmalıyım üzrüsən. Show 1, aha. Aha, bizdə MAC adresinin VLAN 1 olduğunu, MAC adresinin belə göstərir. Type Security Configured göstərir. Bu mənası odur ki, Mac ünvanı Security Configured olaraq göstərir. Bu statik təyin edildiyini göstərir. Portda 01 interfeysindən istifadə eləmişik. Aha, problemlər yoxdur. Hər şey doğru qaydada istifadə olunur. İstərsəniz show, məsələn, MAC adres cədvəlinə də baxa bilərik. Table yazaraq. Aha, bulan bir dənə, aha, buradan da görürük type statik olduğunu, tipin portsunda 01-dən. MAC adres table cədvəlinə də baxdıq. Bu Mac filtrlənməsinin tapşırığı idi. Artıq bu prosesin bu hissəsini də bitirmiş olduq. Sonraki tapşırığımıza keçək.
Bir də sonraki tapşırığı keçməzdən əvvəl son bir tapşırıq Mac filter testini də yeni yetirək. Fərqli portdan eyni Mac ünvanı bağlantı cəhdini yoxlayaq bu dəfə. Bu Mac spoofing testi adlanır. PC2-dən PC1-ə Mac ünvanı ilə bağlantı cəhdini yeni yetirək. PC2-ni bu dəfə girək desktop hissəsindən command promptda. Bunun üçün yazacağımız əmr Messenger /m. Bunun üçün buradan götürək, kopyalayaq, paste edək, copy paste eləmək olmamış, onu da buradan yazaq da məcbur. A 4173 YY01 invalid command. Bu Mac spoofing aləti ilə PC2-nin Mac ünvanı PC1-in ünvanını əvəz etməyə çalışırıq. Kommutator bu cəhdi bloklayacaq. Ona görə gördüyümüz kimi PC2-dən PC1-ə etməyimiz mümkün deyil. Kommutator bu cəhdi bloklayır. Nəticələr yoxladıq falan. Switch 1-də gördüyünüz kimi MAC adres cədvəlini də yoxladı son. İndi Layer 2 hücumlarından olan IRP poisoning hücumunu yerinə yetirək. IRP poisoning. Bunun üçün edəcəyimiz proseslər bir laptop PT kalidən istifadə edəcək. IRP poisoning indi hücumun yerinə yetirməyə başlayaq. Bunun üçün ilk olaraq laptop PT-yə keçək. Buradan bir dəqiqə IP konfigurasiyasında IPv4 adresi 10.0.0.100, subnet maskı 255.255.0, default qeydi 10.0.0.1 qeyd elədik. İndi biz bunu command prompt hissəsindən daxil olaq. IP cədvəlinin ilk olaraq cədvəlini yoxlamaq lazımdır. Bunun üçün IRP/3a no IP interest found göstərir. Bunun olmağı normaldır. Yəni IP cədvəli yalnız ünvan həll etdikdə, yəni ping etdikdə doldurulur. Əvvəlcə şəbəkədə bəzi əməliyyatlar etməliyik IP cədvəli dolması üçün. PC1-dən digər cihazlara ping ataq. İlk olaraq gateway ping ataq. Ping PC1-dən daxil olaq. Buradan yox. Aha, salam ping 10.00 laptopun gateway-nə ataq. Aha. Request time out deyəcək. PC1 üçün, PC2 üçün, PC3 üçün subnet mask IPv4 default gateway-ləri təyin etmişdik. Sadəcə default gateway-ləri daha doğrusu qeyd etməmişdik. Onlar üçün qeyd edək, düzgün olsun. PC1 üçün olan bunları qeyd elədim. Sonra PC2 üçün gedək qeyd eləyək. IP configuration-dan subnet maskı 255 olsun. Default gateway-ni təyin eləməmişik. Default gateway üçün də olsun. Sırayla hamısında eyni şəbəkə topologiyasının daxil insidentin olduğu üçün hamısında 10.0.1 və PC üçün içədir. Bunu da belə deyək. 100 12 bunda 10.0.1 aha şimdi oldu aha hamısı üçün qeyd etdik. Təyin etdikdən sonra indi PC1 üçün PC2-yə ping atdıq. Aha, gözlənilən nəticə görülmüş ki, 0 loss, heç bir paket yoxdur. PC1 ilə PC2 arasında əlaqə olduğunu gördük və indi IP cədvəlini yoxlayaq. Bunun üçün isə dediyimiz kimi IRP-a. Aha, internet adresini gördüyümüz kimi düzgün, physical adresini də göstərək, MAC adresini, type dinamik, aha, doğrudur. Ondan sonra Linux cihazı konfigurasiyası, yəni biz buna laptop olaraq Linux demişik. İndi o konfigurasiyası yeni yetirək. Onun üçün ilk olaraq IP config yazaq. Aha. Gördük. Bir də indi PC1-ə girək. PC1-dən saxta IRP qeydini qeyd edək. Bunun
üçün ARP/trace 10.0011 saxta ARP qeydi əlavə etmək lazımdır. Bunun üçün belə yazaq, tutalım ki 73 YY04 tutalım. Burada mümkün olmadı. Bunun üçün port security ilə ARP pointing simulyasiyasını yenidir. Kommutatorda hücum effektinin yaradılması. Bunu switchdən edək bu dəfə. Enable modundan keçək. Interface fast add helmet PC2 portunu qeyd elədik. Shutdown edək. Portu bağlamaq üçün. Aha. Gördüyünüz kimi qırmızı oldu əlaqənin bağlanmadığını. PC1-dən PC2-yə ping testini etmişdik və düzgün olduğunu göstərmişdik. Bu dəfə olmayacaq. Hamısı request timeout olacaq. Çünki portu bağlamaqla hücum təsirini yaradırıq və PC və PC2 ilə əlaqə qurula bilmir. Aha, indi bu cürə gördük. Bir də PC3-də MAC ünvanını dəyişmək edə bilərik. MAC adres dəyişikliyi ilə hücum ola bilər. Bunun üçün PC3-ün MAC ünvanını PC2-nin MAC-i ilə əvəz etmək ola bilər. PC3-ə daxil olaq bu dəfə. Command prompt ipconfig baxdıq. PC3-ün MAC ünvanına baxaq burada. Qıraqda saxlayaq. PC3-ün MAC ünvanını qeyd edək. Burada gördüyümüz kimi physical adresdə. Sonra PC3-ü söndürüb MAC ünvanını PC2-nin MAC ünvanı ilə konfig edirik. Bunu etmək lazımdır. Port security ilə IP pointing effektini yerinə yetiriyor. Onu da burada exit deyək. Interface 2 üçün daxil olaq. Aha, switch port mod access yazaq. Access modunda mod aktiv etdik. Sonra switch port security ilə maksimum bir dənəsini edəcəyik MAC ünvanı olaraq. Ona görə maksimum 1. Ondan sonra MAC adresimiz hansı idi? PC2 üçün MAC adres baxaq. Kopya edək. Bunu iki hərflərini yazsaq daha yaxşı olar. Biz link local IPv6 adresini götürmüş, indi fikir verdim. Üzülürsən, bunu buradan qeyd edək. BCC. Aha. Port 2 PC2-də portuna ciddi təhlükəsizlik tətbiq etdi. Yalnız PC2-nin MAC ünvanına icazə verdi. Hücumun həyata keçirilməsi PC3-də MAC ünvanının dəyişmə cəhdini yerinə yetirək. PC3-ün PC2-nin portuna qoşmağa çalışaq. İlk olaraq PC3-ün kabelini aradan qalxıza bilərik. Məsələn, burada kompüterdən olaraq klaviaturadan delete düyməsini basacağıq. Bastıq buna. Aha. Əlaqəni kəsdik. Sonra PC3-ü PC2-nin portuna fasilitini 0.2 ilə qoşmaq olar. PC3-ü PC2 portuna qoşduqda nə baş verəcək? İlk olaraq switch-də daxil olaq buradan. X deyək, çıxaq buradan. Show port security yazaq.
interface pass ethernet 02. Port security enable olduğunu görürük. Secure down olduğunu görürük. Port statusun while etmədən shutdown sönülü vəziyyətdə olduğunu görürük. Burada portun bağlandığını görürük. Çünki PC3-ün MAC ünvanı PC2-nin MAC ünvanından fərqli olduğunu görürük. İndi bir də var MAC spoofing simulyasiyası. Eyni MAC ünvanı ilə test edək. MAC konfigurasiyasını. PC3-ü PC2 ilə eyni MAC ünvanı konfigür edək. PC3-ün ilk olaraq daxil olaq. Buradaydı. IP configuration hissəsinə daxil olaq. IPv adresini yeni IP qoyaq. Məsələn 13 qoyaq. Maksimum 12 idi. MAC adres dəqiqə. MAC adres dəyişmək istəyirdim, amma görünən odur ki, təəssüf ki, Diskopaket Trezerdə PC-nin MAC ünvanını dəyişmək mümkün deyil. Bu da məhdudiyyətlidir. Bu da düzgün olmadı. Biz Diskopaket Trezerdə RP pointing etməyə çalışdıq. Gördüyünüz kimi birbaşa edilə bilmir. Amma biz konsepti tam olaraq izah etdik və alternativ üsullarla nümayiş etdirdik. Bütün tapşırıqların məqsədi layiqlik təhlükəsini anlamaq və bu ümidvaram ki, bacara bilmişəm bunu izah etməkdə. Ümumi olaraq MAC filtrlənməsi bir də yenidən bu hissəsində prosesi yerinə yetirək. Bu hissədə internet 03 ilə yeni birləşdirək. Bir də delete edək bu yeni yetirdik. Aktive edəcəyik zaten onu. Port security ikinci də aktive edək. Biz shutdown eləmişdik də bu vəziyyətə düşmüşdü. Bunu switchdən edəcəyik onsuz da. Conf yazaraq. Daxil olaq konfigurasiya. Interface range yazaq. Hamısı üçün. 2 ilə 3-ü biz eləmişdik də. Hücum etmək üçün IP adreslərini falan dəyişmişdik. Ona gedirəm Ethernet 2 3. Bas Ethernet daxil olduq. Sonra switch port yenə həminki prosesləri yazacağam. Mod access port security təmin edəcəm təhlükəsizlik üçün. Port quality maksimum 1 hər bir üçün MAC ünvanı. Bir də bunu tezdən yazmayayım. Violation shutdown. XD. Baxım görüm. İndi hər bir üçün MAC adreslərə baxacağım. Pis üçündə. Burada görsənmir. Biz al yazaq ən yaxşısı. Bu burada görsənir. Sən gəl bura. Config al. Bunda da hazırdır. Bir də PS3. Bunun bir də 12 vəziyyətinə qaytaraq. Config. Baxdıq. İndi portlara statik MAC bağlamaq edək switchdən. Interface 1-ə girək. Net 01-dən switch port security edəcəyik. Security MAC adres PC1-də nə idi?
Baxaq burada. Copy edək. Switch 1-ə daha switch-lə daxil olaq. Paste. Aha, oldu. Bu hərflə də yazsa problem olmamış. İndi interface fast edəni 2 üçün edək. Fa yazaq qısaca. PC2 üçün hansı idi? Aha, bu da hazır. X deyək. Olur. Bunlar üçün nə edirik? Aha. Portlara statik map bağladıq. Line 2 hücumlarında IRP position konseptinin izahını. PC1-dən dediyimiz kimi normal IRPC IP V4-də 10.0011 kimi qeyd elədik. Biz PC1 ümumiyyətlə sorğu kimi, yəni normal IRP-də PC1-in dedik 10.0011 kimdir sualını verir. PC2-də deyir ki, mən Mac-im, məsələn PC2-nin Mac necə idi? 00216B7 SS21-əm deyir. IRP positioningdə isə artıq hücumçu 10.0011 mənəm, Mac-im də hücumçu Mac IP adresini göstərir. Discopaket Tracer'dan nümayiş olaraq məsələn ping ataq 10.0 11-dən aha, təyin olmadığını göstərir. Burada qırmızı proseslə olduğunu göstərir. Sadəcə real həyatda burada Mac dəyişərdi. Əgər bir də biz məsələn A yazsaydıq, görəcəkdik ki, real həyatda burada Mac dəyişərdi. Bir də port security ilə nümayiş PC3-ü PC2 portuna qoşmağa çalışsaq, switch 1-də məsələn yazacağıq ki, X-lib çıxa buralardan show port security interface fast 2 yazaq. Aha, portun bağlandığını göstərəcək. Port security-nin enable modunu göstərir. Portda da secure-dan. Aha. İndi port security statusunu da görmək üçün biz olaraq show port security yazaq. Hamısının shutdown vəziyyətdə sayəsini 1 göstərir. Counter adresi, max adresi count qoşulmasını da 1 göstərir. Bir də port security-dən təhlükəsizlik üçün adreslərini göstərir. Aha, MAC adreslərini də burada göstərir. MAC cədvəli üçün də dediyimiz kimi show MAC address table yazırıq. Göstərdi 0 və 0 üçün, 2 üçün də dediyim kimi əlaqəmiz pozmuşduq hücum üçün. Konfigurasiya modu üçün də show running config yazırıq. Konfigurasiya üçün də göstərilən əmrləri göstərir. 01 üçün yazdıqlarımız 02 üçün, 03 üçün. O bir portlarda da heç nə olmayıb. Ona görə heç bir ehtiyac yoxdur. Ümumiyyətlə biz bu laboratoriyada 3 əsas tapşırığı yerinə yetirdik. Port təhlükəsizliyi hər bir porta yalnız bir cihaz qoşula bilər. Artıq olanı qayda pozulanda bağlanılır, avtomatik onu etmişdik. Mac filtrləmə hər porta yalnız spesifik Mac ünvanı qoşula bilər. Bir də Line 2 hücumlarda da IRP positioning kimi hücumları anladıq və qarşısını aldıq. Və bu tapşırıqları biz yerinə yetirdik. İndi biz IRP positioning hissəsinə qayıtsaq, PC2 ilə əlaqəni kəsmişdik axı. Yenidən həmin porta daxil olub shutdown edib aktiv elədik. İndi biz dediyimiz kimi nəticə olaraq İlk olaraq nədir? Switch port mod aksesi elədik. Port security-ni elədik. Port security maksimum 1 elədik. Port security violation shutdown elədik. Nəticə olaraq hər portdan yalnız bir cihaz qoşula bilər. Biz bunu etdik. Sonra switch port security MAC adresdə hər birinin PC1, PC2, PC3-ün hamısını etdik və hər portdan yalnız spesifik MAC ünvanı qoşula bilər etdik.
Sonra IP cədvəlini göstərdiyi IP aynen dedim problemler oldu. IP posting nə olduğunu izah etdiyi, port security məkun spoofing qarşısını aldı. Violation şartda portun bağlandığını göstərdi. Nəticədə IP posting kimi hücumunu anladı və qarşısını etdi. Bu hissədə bəzi problemler olduğu üçün bu hissəni yenidən qaydıram. Bunun üçün yenidən PC1-ə keçəcəm mən. Ping ataq bir PC2 üçün. Aha görün nəticə. Gördüyünüz ki PC2-lə PC1-lə arasında MAC ünvanını öyrənib. PC1, PC2-nin MAC ünvanını öyrənib. Sonra normalda belə şifahi dildə desəm, normal vəziyyətdə nə verir? PC1 10.001 kimdir sualını verir. PC2-dəki mənəm, MAC-im tutam ki 002 16B7 sesi 21-dir. IP posting vəziyyətində olanda PC1 bu dəfə atanda 10.001 atanda gördüyümüz kimi PC3 isə mənim MAC-im məsələn 00A4170Y3 kimi göstərir. Yəni IP posting olanda PC3 özünü PC kimi göstərir və PC1-in IP cədvəlini zədələyir. IP posting prosesi budur şifahi dildə deyəndə. Biz port security ilə MAC spoofingin qarşısını almaq üçün, yəni müdafiə prosesini yerinə yetirmək üçün PC3-ü PC2 portuna qoşmağa çalışmalıyıq və PC3-ün kabelini çıxardıq. Orada gördüyünüz kimi yadınızdadırsa əlaqəni kəsmişdik burada. Sonra PC3-ü PC2 faz edəni 02 ilə portuna qoşmalıydı. Port security-nin işləmədiyini görmək üçün switch portda config seriyasına daxil olsaq X-də çıxaq. Məsələn, show port security hissəsini keçək. Interface fa 02. Aha, port security hissəsində enable vəziyyətində görürük. Aha, problem yoxdur. Port bağlandı. Çünki PC3-ün MAC ünvanı PC2-nin MAC ünvanından fərqli olacaq. Əgər biz bunu port security testi edən zaman məsələn PC3-ü PC2-nin portuna qoşmağa çalışsaq, PC3-ün kabelini çıxarsaq, yəni edək də bu prosesi. PC3-ün kabelini tutam, kəsək buradan, PC3-ü PC2 portuna qoşaq. Eləmək bir dəqiqə. Bunda əlaqə kəsək. Aha. Bir də yazaq bunu məsələn. Aha, indi prosesdən gördüyümüz ki, port stasiyonu security down olduğunu göstərir. Violation modunda shutdown, yəni PC3-ün MAC ünvanı PC2 MAC ünvanından fərqli olur. Ondan sonra portun bağlandığını göstərmək üçün status tələbindən show interface A02 olsun. Status no connect-ni göstərir. Aha, yəni ki portun bağlandığını göstərir. Burada bağlı olduğunu görürük. Portu yenidən açmaq üçün interface fa 02 yəni conf deyə yazmalıyıq ilk olaraq. Shutdown deyirik. Sonra ondan shutdown. Bu açılıb bağlanma hissəsində dəqiqə. Aha, bu hissədə gördüyümüz kimi biz açıb ilk olaraq portu yenidən açdığımız prosesdir. Orada qırmızı idi. Qırmızı olduğu üçün burada port stasiyasında security down'dur. Yəni burada ümumiyyətlə status hissəsində olanda status hissəsinin connected yox, air disabled olmalıydı. Bu portun bağlı olduğunu göstərirdi. O vaxtı yoxlasa qırmızı olanda. Açanda amma o problem yoxdur, yəni gördüyünüz kimi. Əvvəlki vəziyyətinə qaytaraq bunları ilk olaraq. Aha. Yeni sonra PC2-nin öz portuna qaytardıq. Kabellərini yeni yetirdi. Aha. Yekun IP cədvəlini göstərdi. IP posting nə olduğunu izah etdi. Port security MAC spoofing qarşısını aldı. Violation olduğunda portun bağlı olduğunu göstərdik gördüyünüz kimi.
Ümumi olaraq port təhlükəsizliyini göstərdiyi, MAC ünvanı filtrləməsi və Layer 2 üzumlan praktiki tətbiqlərini yerinə yetirdik. Ümidvaram ki, bu çəkdiyim video sizin üçün kömək olacaqdır, dəstəyim dəyəcəkdir. Məni izlədiyiniz üçün təşəkkürlər. Əgər müəyyən suallarınız varsa, videonun yorumlar bölməsindən müəyyən suallarınızı yazaraq mən sizə mütləq cavablandıracağam. Əgər videonu bəyəndinizsə, like atmağı unutmayın və abunə olmağı da zəhmət olmasa ki, bu videoların ardını çəkəcəyim. Çoxlu tapşırıqlarımız var şəbəkə ilə bağlı. Çəkməzdən əvvəl çox güman post hissəsində nə ilə bağlı olacağını qeyd edirəm. Siz burada rəylərinizi bildirərək həmin haqqında videonu çəkib çəkmədiyini göstərəcəyim. Görüşənədək hələlik çox sağ olun.